Deməli, çıxmışıq test sürüşünə. BMW X5 C05 seriyadır, 2024 modeldir və avtomobilin yürüyüş məsafəsi 41.921 kilometrdir. Hal-hazırdakı yürüyüş məsafəsi. Avtomobilin alqı-satqı yoxlanışı üçün bizim servisimizə gətirdilər. Bütün yoxlanış elədik, askı sistemindən periodokuna tutmuş, bütün elektronika dəyərlərinə qədər, mühərrikə qədər, cilizinə qədər, Porsche-nə qədər hər bir şeylərini yoxladıq və onu deyə bilərəm ki, avtomobil 3 motor, B58 mühərrikdir, yəni çox dözümlü mühərrikdir. Yəni bu mühərriklərin yeni nəsil mühərriklər gedir. Hətta Toyota Supraların üzərinə gələn modellərdəndir bu mühərriklər gəlir daha doğrusu. Yoxladıq. Porsche-dir, cilizdir, klapanların ətrafıdır, giriş-çıxış klapanlarıdır. Bunların heç birisində iz yoxdur, Porsche-də iz yoxdur, ciliz yuvası, kənarları təmizdir. Klapanlarda giriş klapanları biraz çirklidir. Onda səbəb yanacağın keyfiyyətsiz olmasındandır ki, daim olaraq 98 yanacaqdan istifadə olsa, klapanlar təmizlənə bilər. Alışmış şamlara, sveçalar mütləq ki, dəyişilməlidir, çünki qaz buraxmışdı. Elektronik dəyərlərində aşıbqalar var idi, çünki niyə? Avtomobil paketə yığılıb və paketdə yığıldığına görə də başlayıb bir neçə xətalar verməyə. Təbii ki, bunların hamısını yoxladıq, ilk öncə baxdıq və aktiv xətaları olan problemləri avtomobil sahibinə də bildirdik. Bir neçə elektrik işləri var, onlar yüngül görüləsidir, işləri var. Askı sisteminə qədər problemləri var, şaravoyla düz qoldan tutmuş, yəni oynaq qollarından tutmuş bir neçə problemləri var, onlar da aradan qaldırılmalıdır. Razval balans olunmalıdır, yəni belə xırda problem tutmuş, yəni hər bir şeyin avtomobil sahibinə bildirmişik. Hal-hazırda test sürüşündəyik və bugünkü gün üçün avtomobilin olan problemləri demək olar ki, çox yüngül problemləri var və bundan əlavə olaraq hal-hazırda sürətlənməsində heç bir problem yoxdur. Sürətlər qutusunda heç bir problem yoxdur. 1-dən 8-ə qədər keçidlərinin hamısında rahatlıqla keçirdir. Belə, müştərimizə xeyirli uğurlu olsun. Kimin ki, avtomobillərində alqı-satqı yoxlanışı istəyirsə, bizim servis seçib yaxınlaşa bilərlər. Bütün görülən işlərə xüsusi diqqət edirik və tam şəffaf formada yoxlayıb müştərilərə təhvil veririk. Təşəkkürlər, izləmədə qalın.